Ermənistanda hökumət vədinə əməl eləmədi, əhali üsyana qalxdı, İrəvana gedən yollar bağlana bilər. Ermənistanın Proşyan və Qazax kəndlərinin sakinləri yenidən etiraz aksiyası keçirərək bu kəndləri İrəvanla birləşdirən avtobus marşrutlarının ləğvi haqqında qərara yenidən baxılmasını tələb ediblər. Report Ermənistan mətbuatına istinadən xəbər verir ki, etirazçılar Kotayk qubernatoru Aron Sakyanın aksiyanın keçirildiyi əraziyə gəlməsini tələb edirlər. Əks halda onlar Aştaraq İrəvan yolunu bağlayacaqlar. Sakinlərin etirazı fəaliyyəti dayandırılan avtobusların yerinə bahalı mikroavtobusların işləməsidir. Hadisə yerinə polis qüvvələri cəlb edilib. Xatırladaq ki, aprelin 9-da Qazax və Proşyan sakinlərinin hökumət nümayəndələri ilə görüşü keçirilib. Həmin vaxt onlara problemin həll olunacağı və tariflərin dəyişməyəcəyi vəd edilib. Lakin kənd sakinlərinin sözlərinə görə heç bir dəyişiklik baş verməyib. Əvvəllər gediş haqqı 100 və 150 dram idisə, indi bu məbləğ 250 və 200 dram olacaq.